Şagirdlər OTK-nın 12 oktyabr tarixində 8-ci siniflər üçün təşkil etdiyi sınav imtahanının A variantının suallarının izahına baxırıq. 31-ci sualda deyir ki, şəkildə OB şüası AOS şüasının da bucağının tənböləni AOD 140 dərəcə olarsa, yəni bu bucaqlar bir-birinə bərabərdir. Alfadırsa alfadır və AOD bucağı isə 140 dərəcədir. Və DOS bucağı isə 110 dərəcədir. AOB bucağının dərəcə ölçüsünü tapın. Bunun üçün 360-dan çıxırıq 140 və 110 dərəcənin cəmini qalır 360 çıxılsın 250, yəni 110 dərəcə qalır. Və tənbölən OB tənbölən olduğu üçün 110-u da bölürük 2-yə, cavab olacaq 55 dərəcə. D variantı. Velosipedçi 45 km məsafəni 2,7 saata gedir. Həmin sürətlə 3 saata neçə kilometr yol gedər? Bu düz mütənasib asılıqdır. 2,7 saata 45 km yol gedirsə, 3 saata x kilometr yol gedər. Düz mütənasib olduğu üçün x bərabərdir. Deməli, 3 vurulsun 45 bölünsün 2,7. Sadələşdirsək, demək olacaq 3 vurulsun 450 bölünsün 27 kimi yaza bilərik biz bunu. Deməli, 3-ə ixtisar getsə 1, 3-ə ixtisar getsə 9. Bu da olacaq 50. Deməli, 50 kilometr yol gedər. Cavab olacaq D variantı. 240 ədədinin neçə sadə böləni var? 240-ı sadə vurğulara ayırırıq. 120, 2-yə böləndə 60, 2-yə böləndə 30, 2-yə böləndə 15, 3-ə böləndə 5, 5-ə böləndə 1. Yəni 240 bərabərdir 2 üstü 4 vurulsun 3 vurulsun 5. Ədədin neçə sadə böləni var? 2, 3 və 5. Yəni 3 dənə. 34-cü sualda aşağıdakı bərabərsizlərdən hansılar doğrudur? 2 tam %25, 2 tam %25 nəyə bərabərdir? 2 tam 4də 1-ə bərabərdir. Bu isə 5də 1-dir, səhvdir. 5 tam 20-də 3-ü onluq kəsirə çevirmək istəsək, olacaq 5 tam sürət və məxrəci. Deməli, sürət və məxrəci 5-ə vururuq. Olur 5 tam %15. 2 doğrudur. 3-cü sualda, 3-cündə 4 tam 7-də 2 neçə deməkdir? 7-də 4, 7, 28, 30 deməkdir. Bu da səhvdir. 3-də 2 nəyə bərabərdir? Dövrü çevirək. Biz 9-da 6 olacaq. 9-da 6-da 3-ə ixtisar edəndə 3-də 2 olacaq. Yəni 2 və 4-cü A variantı olacaq. 240 ədədini 1, 3, 8 ədədləri ilə düz mütənasib hissələrə böldükdə alınan ədədlərdən ən böyüyünü tapın. Yəni x plus 3x plus 8x bərabərdir 240-a. 12x bərabərdir 240-a. X bərabər olacaq 20-yə. Bu ədədlərdən böyüyünü tap deyirsə 8-i vururuq 20-yə. Olacaq 160. Cavab E variantı. OD şüası AOS, deməli AOS bucağının tənböləni. BOS isə 40 dərəcədir. Bura 40 dərəcədir və bu bucaqlar bir-birinə bərabərdir. BOD bucağını tapın. BOD bucağını. Yəni 2 alfa plus 40 dərəcə bərabərdir 180-ə. 2 alfa bərabərdir 140-a. Alfa bərabərdir 70 olacaq. BOD bucağı da 70 üstəgəl 40 deməkdir. Bərabərdir 110 dərəcə olacaq. Yəni A variantı. Euler-Venn diaqramına əsasən açıq C birləşmə B kəsişmə C. A ilə C-nin ortaq elementləri olmadığı üçün açıq C-nin elə A-nın bütün elementləri qalır yerində. Yəni 4 üstəgəl ya da bunu belə yaza bilərik biz.
Əvvəlcə A çıxı C-ni tapaq. A çıxılsın C-nin çoxluğu. Hansı elementlər olacaq? 1, 3, 5 və 7. Daha sonra B kəsişmə C. B ilə C-nin kəsişməsinin elementləri hansılardır? B ilə C-nin kəsişməsinin elementləri 2 və 6-dır. Bunların ortaq elementləri olmadığı üçün birləşdirəndə bunları elə bütün elementlər gedəcək. Yəni 6 dənə cəmi element olacaq. Amma ola bilərdi ki, eyni elementlər olsun. Burada say azalacaqdır. 38-ci sualda deyir ki, ədədlərin hansıları 18-ə bölünür? 18-ə bölünmə əlaməti 2-yə və 9-a bölünən ədədlər 18-ə bölünürdü. Hər üçü 2-yə bölünür. 9-a bölünməsini yoxlayaq. Rəqəmləri cəmi. Deməli 7, 8, 15, 7, 7, 14, bu da 4, 18. Rəqəmləri cəmi 18, 9-a bölünür. Deməli A uyğundur. 15, 18. Bu da bölünür. B də uyğundur. Yəni 18-ə bölünən ədəddir. C-də isə 3, 7-nin 21, üstünə 4, 25. Bu bölünmür. Yəni A və B-miz olacaq. Cavab C variantı. Tənasübdən x-i tapın. Olacaq 5x bərabərdir. 5x bərabərdir. 8 vurulsun 3. 5x bərabərdir 24. X bərabərdir 24 bölünsün 5. X bərabərdir. Deməli 24-ü 5-ə böləndə 4,8 olacaq. Cavab A variantı. 44-cü sualda biz paralel düz xətt keçirsək, burada hər iki düz xəttdə paralel düz xətt keçirsək, bu alfa bucağı 2 hissəyə ayrılır. Və buna da bir C desək, ABC üçü də bir-birinə paraleldir. Bura 50 dərəcədirsə, onda bu yuxarı bucaqda 50 olacaq. 20-dirsə çarpaz bucaq, bu da 20 olacaq. Bura 50, 20, 50 üstə gəl 20, cavab olacaq 70 dərəcə. Deməli, əkob 72, 54, üstə gəl əbob 72, 54. Hər ikisini sadə vurğulara ayıraq, 72 və 54. Deməli, 2-yə bölünür, 36, 27, 2-yə bölünür, 18, 27, 2-yə bölünür, 9, 27, 3-ə bölünür, 3, 9, 3-ə bölünür, 1, 3 və 3, 1. Biz bunların əkobunu tapsaq, əkobu bunların hamısının hasilidir. Yəni 2 üstü 3 vurulsun 3 üstü 3. Əbobu nədir? Əbobu hər ikisini bölənlər. Hər ikisini bölən neçədir? 1, 2-dir. 1 də 3. Yəni 2 vurulsun 3 olacaq. Bərabərdir. 8 vurulsun neçə olur bu? 8 vur 27. Bu da 7, 8-in 56. 8, 7-nin 56. 8, 2-nin 16, 21. Yəni 216 üstə gəl 6. 200. Biz burada əbobda bu 3-ü də götürməliyik. Yəni 2 vur 3 vurulsun yenə 3. Bu da eləyəcək 2 üçün 6, 6 üçün 18. Yəni burada 6 yox 18 olmalıdır. Əbobu 18 olacaq. Bunların cəmi 234 eləyəcək. Yəni cavab D variantı. 42-ci sualda 17,5 çıxılsın 13,9'da 4. Tamları biz çıxa bilərik. Tamlar çıxanda neçə qalır? 17 tamla 13 tam çıxanda 4 tam 6'da 5 çıxılsın 9'da 4. Belə bir şey qalır. Ortaq məxrəc neçədir bunlara? 18. 4 tam 18'də 15 3'ə vurduq. Çıxılsın 18'də 8. Bərabərdir. 4 tam 18'də 4 tam 18'də 7 alınacaq. Cavab A variantı. Şəkildə M N-ə paralel və K kəsəndir. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Deməli, A variantı deyir ki, B və D bucaqları qonşu bucaqlardır. B və D bucaqları. Elə bu yanlışdır. Çünki B və D qarşılıqlı bucaqlardır. Cavab A variantı olacaq.
N-in neçə natural qiyməti kəsilir? Natural ədəddir. Bunun üçün əvvəlcə ayrı kəsirlər şəklində yazırıq. N-də 3-ün üstə gəl, N-də 16. Bu da olur 3 plus 16 bölünsün N. Demək, kəsirinin qiyməti natural ədəd olar. Natural ədəd olması üçün 16-nın bölənlərini yazırıq. N-in neçə natural qiymətində? Deməli, N-in hansı qiymətləridir? 1, 2, 3 yox, 4, 5 yox, 6 yox, 7 yox, 8 və 16 olacaq. Neçə natural qiyməti oldu? 5 natural qiyməti. A ədədi B-nin 4-də 3 hissəsi, B C-nin 9-da 8 hissəsi olarsa, A ədədi C-nin hansı hissəsidir? A ədədi B-nin 4-də 3 hissəsi. A bərabərdir 4-də 3 B. B ədədi C-nin 9-da 8 hissəsi. B bərabərdir 9-da 8 C. A ədədi C-nin hansı hissəsidir? Deməli, biz buradan C-ni tapaq. C bərabərdir nəyə? C bərabərdir olacaq 9B bölünsün 8. A C-nin hansı hissəsidirsə, A böl C-ni tapmalıyıq da biz. Deməli, A böl C. A neçədir? 4-də 3 B bölünsün C neçədir? 8-də 9 B. B-lər ixtisar gedir. Olacaq 4-də 3 vurulsun 9-da 8. İxtisarlar gedir 2 qalır. İxtisar gedir 1 qalır 3 qalır. Cavab olacaq 3-də 2. E variantı. 46-cı sualda deyir ki, AO perpendikulyardır CD-yə. AO CD-yə. Yəni uyğun tərəfləri perpendikulyar olan bucaqlardan söhbət gedir burada. Alfa plus beta. Gamma neçə dərəcədir? 50 dərəcə. Burada gamma 50 dərəcədirsə, demək, gamma 50 dərəcədirsə, burada 90 dərəcədirsə, alfaya qalır 40 dərəcə. Alfa 40 dərəcədirsə, onda beta da 40 dərəcədir. Alfa plus beta bərabərdir 40 plus 40. Cavab olacaq 80 dərəcə. Turist yolun 14-də 5 hissəsini getdikdən sonra mənzil başına çatmağa 18 kilometr qalarsa yolun uzunluğunu tapın. 15-də 4 hissəsi gedibsə, birdən çıxaq 15-də 4-ü, qalacaq 15-də 11 hissəsi. Qalan hissədir. Həmin 15-də 11 hissə, yox, 15-də, daha doğrusu biz burada səhvə yol verdik. Turist yolun 15-də 4 hissəsini gedib. Yəni 1 çıxılsın 14-də 5 hissəsini, daha doğrusu 14-də 5 hissəsini gedib. Qalacaq neçə? 14-də 14-dən çıxır 14-də 5, 14-də 9 hissəsi qalıb. Bu 14-də 9 hissəsi neçə kilometrdir? 18 kilometrdir. İndi 14-də 9 hissəsi 18 olan ədədi tapmaq üçün 18-i vururuq 9-da 14-də. Gedir 2, 28. Deməli, 28 kilometr yolun uzunluğu olacaq. Ümumi uzunluğu. 48-ci sualda parçalayaq ədədimizi olacaq 100A. Üstə gəl 10B. Üstə gəl 7. Çıxılsın 10A. Çıxılsın B bərabərdir 178. 100A-dan 10A çıxanda qalır 90A. Üstə gəl 9B bərabərdir neçə qalır? 178-dən biz çıxaq 7-ni 171 qalacaq. 10A üstə gəl B bərabərdir 9-a böləndə deməli 1 81-də 9 dəfə 19 dəfə. Deməli burada A'mız 1-dir ki, B'miz də 9-dur ki, 10 vur 1 üstə gəl 9, 19 eləyə bilər də. Deməli, AB 2 rəqəmli ədədimiz neçə imiş? 19. Uyğun tərəfləri paylı olan bucaqlar 2, 13 nisbətindədir. Bu bucaqların kiçiyinin dərəcə ölçüsünü tapın. Uyğun tərəfləri paylı olan bucaqlar ya bərabərdir, ya cəmi 180 dərəcəyə bərabərdir. Əgər 2, 13 nisbətindədirsə, deməli, bunların cəmi 180-dir. Yəni, 2x plus 13, x bərabərdir 180-ə. 15x bərabərdir 180-ə. X bərabərdir 12-yə. Bizdən kiçiyinin dərəcə ölçüsünü istəyir. Yəni 2 vurulsun 12.
bərabərdir 24 dərəcə olacaq cavab. İlk 100 natural ədəddən 6-ya bölünüb 8-ə bölünməyənlərin sayını tapın. Ümumiyyətlə ilk 100 natural ədəddən 6-ya bölünən neçə ədəd var? Əvvəlcə onu tapaq. Ən böyüyü 96-dır. Ən kiçiyi 6-dır. Bölürük 6-ya, üstünə 1 gəlirik. 96-dan 90, 6-ya böləndə 15, üstünə 1 gələndə 16 olacaq. 8-ə bölünməyən, 6-ya bölünüb 8-ə bölünməyən. Bunun üçün 6-ya və 8-ə bölünən ədədləri, həm 6-ya, həm 8-ə bölünən ədədləri tapaq. Yəni 24-ə bölünən. Əkobu olacaq 24-də. 24-ə bölünən ədədləri tapaq. Yəni ilk 100 ədəd arasında 24-ə bölünənlərin sayını tapaq. Ən böyüyü 96-dır. Çıxaq 24-ü. Bölək 24-ə. Üstünə 1 gələk. 96-dan 24 çıxanda 72. 72-ni 24-ə böləndə 3. 3-ün üstünə 1, 4 olacaq. Deməli, 8-ə bölünməyən, demək, 16 dənə 6-ya bölünən ədəd var. Amma bunların içində 4 dənəsi həm də 8-ə böldür. Neyniyərik? 16-dan çıxarıq 4-ü. 12 dənə 6-ya bölünüb 8-ə bölünməyən ədəd var. Müəyyən yükü daşımaq üçün 6 ton yük götürən 12 avtomobil lazımdır. Bu yükü daşımaq üçün hər biri 9 ton yük götürən neçə avtomobil lazımdır? Tənasüb də qura bilərik burada. Və ya ümumi yükün kütləsini tapaq. 6 ton yük götürən 12 avtomobil lazımdır. 6-nı vuraq 12-yə, 72 ton yükümüz var. Hər biri 9 ton yük götürən neçə avtomobil lazımdır? 72-ni bölərik 9-a, cavab olacaq 8 avtomobil lazımdır. Deməli, 52-ci sualda A və B ədədlərinin hasili 36.000, ortaq olmayan sadə vurğuların hasili 40 olarsa, əkob A-B-ni tap. Biz bilirik ki, A və B ədədlərinin hasili, yəni A vur B nəyə bərabərdir? Əbob A-B vurulsun əkob A-B-yə. Deməli, əbob A-B vurulsun əkob A-B-də də S-ni də verib bizə neçə? 40 verib. Bunu yadda saxlayaq. Deməli, bizdə A vur B-ni verib. Əkob A-B-ni də mən yaza bilərəm. Əbob, bax bu əkobu yazıram. Əbob A-B vurulsun S, vurulsun yenə əbob A-B. Əbob A-B bərabərdir. A vurulsun B neçədir? 36.000. 36.000. Deməli, əboba əboba vuranda nə olur? Əbob kvadratı AB bərabərdir. S-ni də bilirik ki, 40-dır da. Yəni 36.000 bölünsün 40 alınacaq. Sıfırlar buradan gedir. 3600-ü 4-ə böləndə qalır 900. Yəni əbob kvadratı AB bərabər olacaq 900-ə. Buradan da əbob AB çıxır neçə? 30. Əbobu tapdıq, bizdən əkobu istəyir. Dedik ki, əbob nəyə bərabərdir? Daha doğrusu, əkob nəyə bərabərdir? Əbob vurulsun S-yə. Əbob vurulsun S-yə. Əbob neçədir? 30. S neçədir? 40. Hasili neçə eləyəcək? 1200. Məktəbin 1200 şagirdindən 900 nəfər ingilis dilini, 420 nəfəri alman dilini öyrənir. 80 nəfər isə bu dillərdən heç birini öyrənmir. Neçə şagird hər iki dili öyrənir? Deməli, 80 nəfər heç bir dili öyrənmirsə, 1200-dən çıxarıq 80-i, qalacaq 1120. Ümumi dil kurslarına gedən 1120 şagird var. 900 nəfəri ingilis dilini öyrənir. 420 nəfəri alman dilini, 420 nəfəri alman dilini öyrənir. Toplayanda 1320 nəfər eləyir. Amma bizim dil öyrənən 1120 nəfərimiz var. Deməli, hər ikisinə gedənlər var. Bunu tapmaq üçün 1320-dən çıxarıq 1120-ni. Cavab olacaq 0, 0, 3-dən 1 çıxanda 2. Yəni 1320-dən 1120-ni çıxanda cavab olacaq 200 nəfəri hər iki dili öyrənmiş olacaq.
Birinci boru boş hovuzu 4 saata doldurur. İkinci boru isə 6 saata boşaldır. Borular eyni vaxtda açılarsa 2 saat sonra hovuzun hansı hissəsi boş qalar? 2 saata, bax, biri 4 saata doldurur, 4də 1 hissəsini doldurur. Biri 6 saata boşaldır, 1 saata 6da 1 hissəsini boşaldır və bunlar 2 saat işləyib. Deməli, ortaq məxrəc olacaq 12. 12-də 3, 12-də 2, 12-də 1 eləyəcək. Bunu da 2-yə vuranda eləyəcək 6-da 1. Deməli, 1 saata hovuzun hansı hissəsi dolar? Deməli, 1 saata dolacaq hovuzun 6-da 1 hissəsi. Bəs hansı hissəsi boş qalar? 1 çıxılsın 6-da 1, 6-da 5 hissəsi boş qalar. 55-ci sualda deyir ki, AM bərabərdir 42. AM bölünsün M-in demək bərabər olacaq 2 böl 5. Yəni bu 2x-dırsa, bu 5x-dir. Ümumi uzunluğumuz isə 42-dir. Yəni toplayanda 2x plus 5x bərabərdir 42. 7x bərabərdir 42. X bərabərdir neçə çıxır? 6 çıxır buradan. X bərabərdir 6-dırsa, deməli AM olacaq 12. MN olacaq 30. Bizə nə lazımdır? MB bölünsün NB. Daha doğrusu MN bölünsün NB bərabərdir 3 böl 2. Yəni MN neçədir? 30 bölünsün NB tənasüb şəklində yazsaq bərabərdir 3 bölünsün 2. Buradan NB-ni də tapanda bərabər olacaq. Demək 30 vurulsun 2 bölünsün 3. Cavab olacaq 20.